İbrahim, əli ilə bacısının zəhmət olmasa çağır da bura. Hansı Ayan əli? Hə, Ayan əli. Bacı qardaş var, gəlin bura. Nətərsiz? Sizə bir vərəq verəcəm. Bax, bu sənindir, bu da sənin. İndiyə kimi yaşamaq istədiyiniz, arzularınız, nəyiniz varsa, sən də yazırsan, sən də yazırsan. Sən də yaza bilmirsən. Onda uşaqlara deyin, sizə kömək eləsinlər, yaxşı? Başlamısınız burada dərs öyrənməyə. Yazı yazmağı öyrən. Hüsnü xət. 5 dənə, 6 dənə, nə qədər arzun varsa yaz. Yaxşı qızım? Yazmısınız? Gəlin. Bütün istəklərinizi yazmısınız. Heç nə qalmadı ürəyinizdə olan. Heç nə qalmadı. Verin mən. Sən də ver. Amma dostlar, arzularını yazıb gətirdilər. Sizlə bir yerdə oxumaq istəyirəm. Anam gəlsəydi həmişə yanıma. Oğlan üçün sep istəyirəm. Qolbaq istəyirəm. Mənim arzum budur. Məni dinlədiyiniz üçün çox sağ olun. Bu əlinin arzusudur. Mənim adım Ayhandır. Mənim arzum budur ki, Elsa don istəyirəm. Bir də bloknot istəyirəm. Bir də arzum budur ki, anam yanımda olsun. Yanımda olsun. Bir də sportivli. Yəni nə vaxt soruşuramsa görürəm ki, belə necə deyim, nəyinsə xüsusi arzusunda deyirlər, amma bu gün onlar üçün həqiqətən istəyirəm ki, gözlənilməz bir gün yaşadım onlara. Eyni zamanda onlara bir hədiyyə də eləyəcəm ki, aparacam və əyləncə yerində istirahət elətdirəcəm. Başlayırıq dostlar. Gözəl video günün sonunda gələcək. Bacı-qardaşdan arzularını soruşmuşduq. Onlar hər cümlənin əvvəlində analarını görmək istədiklərini, sonra isə kiçik hədiyyələr arzuladıqlarını demişdilər. Onlar həqiqətən çox çətin həyat yaşayıblar və bu gün az da olsa ürəkdən gülümsəmələrini istəyirik. Hə dostlar, hər vaxtınız xeyir. Artıq başlayıram uşaqların əli ilə Ayanın istəklərini yerinə yetirməyə. Başladıq. İlk öncə əlinin arzuladıqları şeyləri axtarıb tapdıq. Ayanın istəklərini tapmaq üçün isə biraz daha gəzməli olduq. Elsa don. Yox da. Salam, sizdə Elza uşaq geyimi var. Elza don var, don. Salam Elif. Hə, sizə girmişdim heç də. Notu tapa bilmədim, spart elinə. Gedirəm axtarmağa. Bu kimdir ki? Bu nədir ki belə? Bu nə çirkindir belə? Ha? 24.90. Sıra ilə bloknot, sport dərs, papaq və sonra ən çox istədiyi Elza geyimini sifarişlə gətizdirdik. Dostlar, gəlmişəm artıq əyləncəyə aparmağa uşaqları. Demişəm əyinlərini tez geyinib gəlsinlər. Nətərsiz? İstəklərini aldıqdan sonra əylənmək zamanı idi. Düşündük ki, gənclik molda yaxşı vaxt keçirdə bilərik. İstəyirik ki, onların sevincini siz də görəsiniz. Onu da qeyd edək ki, ikinci daxil olduğumuz On-Top əyləncə mərkəzi sığınacaqdan gəldiyimizi biləndə bizdən ödəniş istəmədi. Bol-bol əyləndikdən sonra yemək yedik. Dadlıdır. Hamısını yedim maşallah. Hə dostlar, indi sığınacağa qayıdıb hədiyyələri vermək zamanıdır. Hə dostlar, bütün hədiyyələr artıq buradadır uşaqlara. Çağırmışam gəlsinlər, onu da sürpriz edeyim bunlara. Yekunlaşdıraq. Nədir? Keçən dəfə nə arzulamışdınız? Gəlin götürün tez. Gəlin. Bütün arzularını reallaşdırdıq. Bir istək qaldı, analarını görmək istəyi. Bunun üçün çalışacağıq və nəticəni sizlə bölüşəcəyik. Alo, salam xanım, hər vaxtınız xeyir. Sizi sığınacaqdan narahat eləyirdi, Mehriban Qadın Uşaq Sığınacağından. Ayanla, əli ilə bağlı uşaqlar analarını görmək istəyirlər. Neçə müddətdir, yəni. Mümkündürmü ki, yəni məlumat verəsiniz ən azından? Bir-iki saatlıq gəlib görərdi də zəhmət olmasa. Bəli, son videomuzda hazırdır. Ən son arzuları analarını görmək idi. Çox çalışıb sonda analarını tapdıq. Analarını sığınacağa dəvət etdik. O gələ bilməsə də sonra qərar verdik ki, uşaqları özümüz aparaq. Bu onlar üçün unudulmaz bir gün idi. Yola çıxdıq, artıq küçəyə daxil olanda uşaqlar əvvəl qaldıqları evi xatırlayıb və bildirdilər ki, bu evdə əvvəllər qalıblar və analarının müalicə aldığını düşünürdülər. Qalmışsınız burada? Gedək? İstəmirsiniz? Niyə? Anamız buradadır.
Qapını döydü, anaları ilə görüş baş tutdu. Zəhrimar Əlişka, çıx da. Hayatım. Yaxşı ki vermirsiniz bunu. Ölüm yüreğim benim. Qız yoxdur, narahat olmayın. Niyə ağlayırsan? Hı? Niyə ağlayırsan? Yadımızdadır, axırıncı arzumuz nə idi? Heç nə ehtiyac yoxdur, narahat olmayın. Onlar bayaq kebab yeyiblər. Hə, kebab yediniz yoxsa? Dünya durdunca durasınız mənim balam. Çox sağ olun, Allah köməyiniz Əvvəl olsun. gördüm, vermədiniz. Mən sizdən razı oldum ki, vermədiniz. O uşaqlar çox ağıllı uşaqlar, panetkalı. Bax, ana bu vəziyyətdə olur da, xəstə adamdır. Ben de nə deyim, bunu da qınam verəm. Allah bunu da çaşdıranı çaşdırsın. Onu ilə belə bu uşaqlar onun qədrini bilirlər. Uşaqlar çox istəyirdilər, ən böyük arzuları idi çox ki, istəyirlər, analarını analarını görsünlər. da- Bir dənə o şeyə bizə kömək eləyin. Uşaqların sənədlərini alaq, çox xahiş edirəm. Yaxşı, vaxtımız azdır, mənə də söz gəlməsin. Hayca. Siz tapdınız burada. Hə? Ben siz oturuyordunuz ki burada. Hə, tapdım da. Uşaqların sevinci, rahatlığı, xoşbəxtliyi nəyə desəz dəyərli. Sığınacağımıza qayıtdıq və ən son arzuları da reallaşmış oldu. Sağ olun, minnətdaram.